Salam, hər vaxtınız xeyir olsun. Mən Abdullayev Abdullah. Sizə təqdim eləmiş olduğumuz üçüncü qrup blok sınağı e, DİMİN model testlərinə uyğunlaşdırılmışdır. Elə vaxt itirmədən keçək ədəbiyyat suallarının izahına baxaq. Deməli, 31-ci sual Koroğlu eposu haqqında yanlış fikri müəyyən edin. Eposda dürüst və mərd olmağın üstünlükləri barədə fikirlərə yer verilir. Bəli, bu doğru fikirdir. Bizə yanlış lazımdır. Zülmkarlara qarşı mübarizə, xalqın azad yaşamaq istəyi, qadına qarşı hörmət əsərin əsas ideyasıdır. Bəli, əsərin ideyasını bu sadaldıqlarımız təşkil eləyir. Qəhrəmanlıq mövzusunda olan əsərdə sadə zəhmət adamına rəğbət xüsusi yer tutur. Bəli, bu da doğru fikirdir. Epos dövrümüzə gəlib çatmasında yazının əhəmiyyəti böyükdür. Xeyr, bu yanlışdır. Çünki epos dövrümüzə kifayət şəkildə gəlib çatmışdı. Deməli, burada götürəcəyimiz cavab D-dir. Bəylərin, xodkarın xalqa amansız münasibəti əsərin əsas problemidir. Bəli, bu da doğru fikirdir. Axundzadənin Hekayət Müstəcordan əsəri ilə bağlı yanlış fikri müəyyən edin. Maarifçilik, elm, bilik öyrənilməsi əsərdə təbliğ olunur. Bəli, bu doğru fikirdir. Komediya ideyasına görə Molla İbrahim Xəlil kimyagər əsəri ilə səsləşir. Bəli, bu da doğru fikirdir. İdeyasına görə bu iki əsər bir-birinə səsləşir. Əsərdə monoloq, dialoqdan istifadə olunmasına baxmayaraq remarkaya yer verilməyib. Remarkaya yer verilməyib. Hissəsi səhvdir, çünki dram əsərlərinin hər birində remarka mövcuddur. Müsyo Jordan yeniliyin, Məstəri Şah köhnəliyin tərəfdarıdır. Bəli, bu da doğru fikirdir. Bir dəqiqə. Cavabımız C bəndidir. Aha. Deməli, gerilik, cəhalət, ətalət tənqid hədəfinə çevrilir. Bəli, bu da doğru fikirdir. Nəcəf bəy Vəzirovun Müsibət Fəxrəddin əsərinə əsasən doğru fikirləri müəyyən edin. Rüstəm bəyin ətrafdaşlara münasibəti. Cümşüd bəyin evini xaraba qoyub. Bəli, bu Rüstəm bəyin monoloqunda ortaya çıxır. İlk qarşılaşmalarında Fəxrəddini ağzından su diyə gələn cavan adlandırır. Bu yanlış fikirdir, çünki əsər boyu Fəxrəddinlə Rüstəm bəy qarşılaşmırlar. Nökərlərini onunla həmfikir olmadıkları üçün qınayır. Qınayır, belə bir fikir yoxdur. Bu reallığı əks etdirmir, çünki Rüstəm bəyin nökərləri ondan hər daim həmfikir olurlar. Ətrafdaşların Rüstəm bəyə münasibəti Mahmud atasının əməllərinə qarşı mövqeyidədir. Bəli, Mahmud bu qan davasının mənasız olduğunu fərqində idi və atası ilə razılaşmırdı. Şahmar onun etdiklərinə haqq qazandırır. Şahmar bildiyimiz kimi Fəxrəddinin qardaşıdır və Fəxrəddingilin ailəsi ilə Rüstəm bəyin ailəsi bir-birinə düşmən ailələrdir. Ona görə də Şahmar onunla həmfikir ola bilməzdi. Səadət atasının vəhşi əməllərinə qarşı gəlmək lazım olduğunu düşünür. Bəli, bu da doğru fikirdir. 1, 4, 6 cavabımız A. Qasım bəy Zakirin Durnalar qoşmasının lirik qəhrəmanı gecə-gündüz canan eşqi ilə ağlayıb sızlayır. Doğru. Fikri tamamlaya bilməyən nümunəni müəyyən edin. Soruşulur bizdən. Deməli, qoşmanın lirik qəhrəmanı gecə-gündüz canan eşqi ilə ağlayıb sızlayır fikri yanlış. Doğrudur. Ona görə götürmürük. Durnalardan vətən və canan barədə xəbər almaq istəyir. Bəli, bu da doğru fikirdir. Ayrılıq və qəriblik dərdindən xəstə hala düşmüşdü. Bu da doğru fikirdir. Durnalardan canana xəbər göndərməyə çalışır. Xeyr, lirik qəhrəman durnalardan durnalarda canandan bir xəbər olub olmamasını soruşur. Xəbər göndərmir. Xəbər göndərməyə çalışmır. E, Qürbət sıxıntısı, canan həsrəti əldən ayaqdan salıb. Lirik qəhrəmanı bəli, bu da doğru fikirdir. Cəlil Məmmədquluzadənin Anamın kitabı trajikomediyasındakı Gülbahar obrazı barədə yanlış fikri müəyyən edin. Qardaşlarının bir-birinə yadlaşmalarına etiraz edir. Bəli, doğrudur. Müsəlmanca savadlı, 20 yaşlı qızdır. Bəli, müsəlmanca təhsil almışdı. 20 yaşındaydı. Xalqına, vətəninə bağlı olduğu üçün çobanların söhbəti ona doğma gəlirdi. Bəli, ən çox çobanların söhbəti ona şirin doğma gəlirdi.
digər şəxslərin söhbətini isə o başa düşə bilmirdi. Qardaşlarının doğru yol seçmədiklərini yaxşı başa düşürdü. Bəli, bu da doğru fikirdir. Atasının vəsiyyətində nə demək istədiyini tam anlaya bilmir. Bu yanlış fikirdir. Gülbahar tam mənası ilə başa düşürdü ki, atalar öz vəsiyyətində nə demək istəyir. Ona görə də yanlış olan variant Y variantı. Cabbarlının Oqtay Eloğlu əsərinin obrazları barədə yanlış fikirləri müəyyən edin. Oqtayın yaşadığı mühitin insanları Oqtayın yaşadığı mühitin insanları başa düşmür. Bəli, bu doğru fikirdir. Başa düşmür. Bizə yanlışlar lazımdır. Səməd Oqtayın atasının ona etdiyi yaxşılıqların əvəzini verməyə çalışırdı. Bəli, Səmədin məqsədi bu idi. Oqtaya ona görə kömək eləyirdi xüsusən də. Aslan bəy bacısının səadətini düşündüyü üçün onu bəylə evləndirir. Aslan bəy ümumiyyətlə e, heç kəsi düşünmür, ancaq öz mənafeyini düşünən bir obraz idi. Ona görə də yanlış variant C variantıdır. Danyar bəyin həyat idealı pul, vəzifə, şöhrətdir. Danyar bəylə Aslan bəyin hər ikisinin həyat idealı eyni idi. Hacızaman dini fanatizmin əsiri olan 60 yaşlı biridir. Bəli, bu da doğru fikirdir. Əbdülrəhim bəy Haqverdiyevin bomba əsərində səbəb-nəticə əlaqəsinə əsasən uyğunluğu müəyyən edin. Deməli, nəticə səbəb. Kərbəlayı Zal qulluqdan çıxmaq istəmirdi, çünki 1-2 ildən sonra pensiyaya çıxacaqdı. Bu doğru fikirdir. Sonra Usta Feyzullahın əl-qolu bağlanmışdı, çünki evində bomba tapılıb, jandarmlar rəisinə xəbər verilmişdi. Xeyr, bu yanlışdır, çünki onun evində bomba tapılmamışdı, zaten şübhələnmişdilər. Kərbəlayı Zalın ovqatı təlx idi, çünki dəftərxanada pristav danlamışdı. Bəli, bu doğru fikirdir. Kərbəlayı Zalı qulluqdan xaric elədilər, çünki 25 il qulluq edəndən sonra pensiya yaşı çatmışdı. Xeyr, yanlış məlumat vermişdi. Ona görə arvadı Kərbəlayı Zalı danlayırdı, çünki qulluqdan çıxmasını istəyirdi. Bu da doğru fikirdir. Bizə nələr lazımdır? Uyğunluq. Deməli, 1, 3, 5. Cavabımız olur B. Səməd Vurğunun Ananın Öyüdü əsərindəki ana obrazı barədə yanlış fikir. Deməli, südünün oğluna halal olduğunu bildirir, doğru. Müharibədən qələbə ilə geri dönmüş, xeyr. Oğlunu müharibəyə yola salır. Ona görə də yanlış fikir B-dir. Döyüşdə vətən necə qorunması barədə bəli oğluna öğüt verirdi. Özünü tarixlərin şahidi kimi qələmə verərkən ağarmış saçları nəzərdə tuturdu və ağarmış saçlarını tarixin şahidi kimi qələmə verir. Yəni ki, neçə illər yaşayıb görüb, ona görə saçları ağarıb. Deməli, C və D-ni atırıq. Y. Övladının gözü arxada qalmasın deyə əmin etməyə çalışırdı. Bəli. Çalışırdı ki, övladının gözü arxada qalmasın. Eyler-Venn diaqramında Mirzə İbrahimovun Azad hekayəsi ilə bağlı doğru fikri müəyyən edin. Deməli, Azad Fərdə həyatın mənasını azadlıqda, vətən üçün çalışmaqda görür. Bu hər ikisinə aiddir. Boş danışığı mənasız hesab etdiyi üçün işini əməli ilə sübut edirdi. Bu, bəli, Azada aid fikirdir. Dostunun əvvəllər vətən barəsində düşünmədiyini zənn edirdi. Bunu Fərdə əvvəl elə düşünürdü, Azad elə düşünmürdü. Ortaq ola bilməz. Zəncandakı ağır vəziyyətlə bağlı oraya getmişdi. Hər ikisi. Doğrudur. Dostluqda sadiq və möhkəm idi. Hər ikisi ortaya getməli idi 5. Hekayə onun dilindən nəql edilir Fərdə. Deməli 2, 4, 6, Y. Çingiz Aytmatovun Gün var əsrə bərabər əsəri ilə bağlı cədvəldə uyğun fikirləri müəyyən edin. Deməli, doğrudur. Tanskbayev də Yedicey kimi milli köklərə bağlıdır. Xeyr, bu yanlış fikirdir. Əsərin müsbət qəhrəman Yedicey hər şeyə vicdanla yanaşır. Bəli, Yedicey vicdanla yanaşırdı, vicdanlı şəxs idi. Sabitcanın simasında manqurtluğun olduğu əks olunub. Bəli, Sabitcan müasir manqurt idi. Doğru fikirdir. Qazanqap vəsiyyətinə uyğun olaraq dəfn edilmir. Bəli, o vəsiyyət eləmiş ki, onu Anabeyt qəbirstanlığına dəfn eləsinlər, amma ora girişə icazə verilmədi. Dünyada olmayanların unudulması Sabitcan üçün qəbul edilməzdir.
Xeyr, yanlışdır. Çünki dediyimiz kimi Sabitcan müasir manqurt idi. Tez unudurdu milli kimliyini, keçmişini. Yazıcı əsərdə xalqın milli şuurundan məhrum edilməsinə etirazını bildirir. Bəli, doğru fikir. Bizə deməli, yanlışda yanlış, doğruda doğru. Deməli, nə oldu? 2, 3, 5. A. Bənddə işlənmiş bədii təsvir, ifadə vasitələrini və sayını müəyyən edin deyir. Yaxın sirdaş kimi, əziz dost kimi, iki təşbeh, qolunu boynuma saldı bu yerlər. Yerlərin qolunu boynuna salmağı. Metafor. Daha sonra söz sırası pozulub, inversiya. Mənim bu nisçilim vardı əzəldən. Yenə söz sırası pozulub, inversiya. Deməli. Daha sonra oxşayıb könlümü aldı bu yerlər. Oxşayıb könlümü aldı bu yerlər. Yerlərin könlün oxşamağı metafor. Yenidən yenə söz sırası pozulub, aldı bu yerlər. Deməli, 3 inversiya, 2 metafor, 2 də təşbeh. Cavab B. Əhməd Cavadın Səsli Qız poemasındakı Sar obrazı haqqında yanlış fikri müəyyən edin. Oxuduğu mahnıda qəm-kədər motivi duyulur. Bəli. Onu öz həmyerliləri qalib hökmdara təqdim edirlər. Bəli. Doğru fikirdir. Nişanlısının son anlarında yanında ola bilmir. Bəli, yanında ola bilmir. Arqun şəhid olarkən. Bu da doğru fikirdir. Öz həyatını qurban verərək xalqını azadlığa qovuşdurur fikri xeyr, yanlışdır. Öz həyatını qurban vermir, sağ qalır. Ölkədə baş vermiş qırğın dağıntı onu sarsıtmışdır. Bəli, təbii olaraq bir vətən qızını, el qızını bu cür fəlakət sarsıtmaya bilməzdi. İsmayıl Şıxlının Dəli Kor romanı ilə bağlı müqayisə cədvəlindəki uyğunluğu müəyyən edin. Candar ağa. Arvadı Zərnicarın küsməsi, oğlu Şəmxanın ailədən getməsi daxili istirablarını azaldıb fikri yanlışdır. Milli xarakteri dolğun şəkildə əks etdirən, bəli, əks etdirir, əks etdirən obrazdır. Molla Sadıq bütün din xadimlərinin ümumiləşmiş obrazıdır. Xeyr, bütün din xadimlərinin deyil. Bu yanlış fikirdir. Mövhumatın fanatizmi müdafiəçisi, yeniliyin təhsilin əleyhdarıdır. Bəli, doğru fikirdir. Eee, deməli, milli həmrəylik hisslərindən məhrum deyil. Bəli, hər ikisi milli həmrəylik hisslərindən məhrum deyil. Çünki deməli, qoruq məsələsində hər ikisi deməli, fəal iştirak elədi. Hətta Molla Sadıq da milli həmrəylik göstərdi. Kənddə yaşayan gənclərin təhsil almasına qarşıdır. Cahandar ağa xeyr. Molla Sadıq qarşıdır, amma Cahandar ağa xeyr. Çünki oğlu Əşrəf e, Qori müəllimlər seminariyasında oxuyurdu. Deməli, düzgün cavabımız olur 2, 4, 5. Ernest Hemingway'in Qoca və Dəniz əsərindəki Manolin obrazı barədə yanlış fikri müəyyən edin. Deməli, balıqçılar onu ələ salıb gülsələr də onlardan incimir. Bu xeyr, bu qoca balıqçıya Santiago'ya aid fikir idi. Bu cür yanlışdır. Bircə işlədiyi yeni qayıqçının gözləri zəif görür. Bəli, bu barədə Manolindən məlumat alırıq. Dənizdən qayıdan qocanın qayığını görəndə narahat olur. Bəli, təşvişə düşür, narahat olur. İlk balıq ovuna gedərkən 5 yaşı olub. Bəli, onu ilk balıq ovuna Santiago aparmışdı. Qocaya qarşı vəfalı, etibarlı və məhəbbət dolu bir gəncdir. Bu da doğru fikirdir. Anarın keçən ilin son gecəsi əsərində eynəkli kişidən fərqli olaraq Həmidə xala övladlarını vəfasızlıqda günahlandırır. Xeyr. Bayram günündə işləməyə məcbur qalır. Xeyr. Tək qaldığına görə övladlarını günahlandırmır. Bəli, doğru. Yeni ilin cavanlar üçün olduğunu düşünür. Xeyr. Əsərdə birbaşa iştirak etməyən obrazdır. Xeyr.
Cədvələ əsasən Bəxtiyar Vahabzadənin əsərləri barədə uyğun fikirləri müəyyən edin. Şəhərlər poeması ilə bağlı doğru fikirdir. Deməli, təhki ön plandadır, amma tərənnüm elementləri hiss olunur. Xeyr, tərənnüm ön plandadır, təhki elementləri hiss olunur. Bir yanlış. 20 Yanvar faciəsinin şəhidlərinə həsr edilmişdir, doğru. Əsərdə qafiyədən istifadə olunmamışdır, yanlış. Xeyr, qafiyə var. İstiqlal poeması ilə bağlı yanlış fikirlər istəyir bizdən. Deməli, lirik poema olduğu üçün təhkiyə aparıcı mövqeyidədir. Xeyr, lirik poemada təhkiyə aparıcı mövqedə olmaz. Bu yanlış fikirdir. Poemada bütöv Azərbaycan birliyindən söz açılmır. Xeyr, bu da yanlış fikirdir. Söz açılır. Gülüstan poemasının davamı kimi yazılıb. Bəli, bu da doğru fikirdir. Bizdən nə istəyir? Yanlış fikri. Yanlış fikir istədiyinə görə deməli altını atırıq. 4, 5. Cavabımız 2, 4, 5. 2, 4, 5 bu. Kitab-ı Dədə Qorqud eposu Basatın Təpəgözü öldürdüyü boydakı Basat obrazı haqqındakı yanlış fikri müəyyən edin. Deməli, Dədə Qorqudun məhsulatı ilə Oğuz igidləri arasında yaşamağa başlayır, doğru. İlk dəfə xanın ilxıçı tərəfindən tapılır, bəli. Bu da doğru. Qardaşı Qıyan Səlciq Təpəgöz tərəfindən öldürülür. Bu da doğru fikirdir. Təpəgözə bütün sınaqlardan Təpəgözə bütün sınaqlarından igidliyi sayəsində qurtulduğunu deyir, yanlış fikirdir. Tanrım qurtardı deyir burada. Qapaqdan kişinin bir oğlunu ölümdən qurtara bilir. Bəli. Bir oğlu qalır. Onu da Təpəgözə vermək istəyirlər. Onun yerinə əsir verir Basat. Molla Pənah Vaqifin Pəri və ya Hayf ki yoxdur əsərlərinin forma xüsusiyyətləri ilə bağlı klasteri tamamlaya bilən cavabları müəyyən edin. Tamamlaya bilən. Deməli, hər iki əsər eyni həyatı əks etdirmə növündə yazılıb. Bəli, hər ikisi lirik növdə yazılıb. Deməli, insanın mənəvi və zahiri gözəlliyi mövzusunda yazılıb. Deməli, e, insanın mənəvi və zahiri gözəlliyi mövzusunda bu Pəriyə aid fikirdir. Hayf ki yoxduya aid deyil. E, eyni janrda yazılmış lirik əsərlərdir. Bəli, doğrudur. Qafiyə quruluşu ABCB, CCB, DDB şəklindədir. Hər ikisində bəli. Bu cürdür. Kür qırağının təbiətinə vurğunluq əsərin ideyasını təşkil edir. Xeyr, bu yalnız Hayf ki yoxduya aiddir. Milli vəzndə yazılmış əsərin şeir vahidi bənd, şeir şəkli dörtlükdür. Bəli, bu da hər ikisinə aid doğru fikirdir. Deməli, 2, 3, 5. Şirvaninin Cuşqıl əsərinin məzmununa əsasən yanlış fikir. Deməli, bizdən məzmuna əsasən yanlış fikir soruşur. Lirik növdə müxəmməs janrında yazılıb, bu doğru fikirdir. Şeir şəkli bənd, şeir vahidi beşlikdir. Xeyr, şeir şəkli beşlikdir, şeir vahidi bənddir. Amma bu formaya aid yanlışdır deyə bunu doğru cavab kimi götürmürük. Bizə lazım məzmunla bağlı yanlış olsun. Əruz vəznləri əməl bəhrində yazılmışdır. Bu doğrudur, amma forma insanların musiqidən uzaqlaşmağa səsləyir. Xeyr, insanların musiqidən zövq almağa səsləyir burada. Deməli, məzmun əslən yanlış fikir olur D bəndi. İctimai mövzuda yazılmış əsərdir. Bəli, ictimai mövzuda yazılıb. Mövzu yenə aiddir forma xüsusiyyətinə. Deməli, Şəhriyarın Heydər Ovaya Salam poemasına əsasən verilmiş hansı fikirlərin yerini dəyişsək, yanlışlıq aradan qalxar. Deməli, toxunulan məsələlər, toxunulmayan məsələlər. İkiyə bölünmüş vətənin acı taleyi. Bu məsələyə toxunulur. Kənd uşaqlarının təhsil ala bilməməsi. Bəli, bu məsələdə var əsərdə. Beynəlxalq münasibətlər və müharibələr, xeyr. Bu məsələ yox. Toxunulmayan məsələlər. Dövrün siyasi hadisələri və ideologiyaları, bəli, bu məsələyə toxunulmur. Öz ailəsi haqqında məlumat var. Öz ailəsi haqqında məlumat var. Bu yanlışdır burada. Sonra konkret tarixi şəxsiyyətlər və hadisələr. Xeyr, bu məsələyə də toxunulmur. Toxunulmayan məsələlərə aiddir. Deməli, solda
aid olmayan 3 oldu. Sağda aid olmayan 5 oldu. Deməli 3 ilə 5-in yerini dəyişirik. Cavabımız olur Y. 51. Cəlil Məmmədquluzadənin Qurbanəli bəy novellasında hansı hadisə Qurbanəli bəyin Əli, bu xəncəri soxaram qarnına deməsindən sonra baş verir? Bildiyimiz kimi Əli Qurbanəli bəyin aşpazıdır və axşam qonaqlıqdan gəlib evinə qapısına çatanda Əlini görür və bu cür deyir, kefli olan Qurbanəli bəy. Deməli, e, xanımın Kərbəlayı Qasımdan qonaqlıq barədə soruşması. Bəli. Doğru cavabımız A'dır. Çünki bu hadisədən sonra baş verir. B-də Kərbəlayı Qasımı bəyin, yəni Qurbanəli bəyin yallı oynamağa məcbur etməsi. Bu məclisdə olduğuna görə əvvəl baş verib, uyğun deyil. Qurbanəli bəyin məclisdaşları evinə qonaq dəvət etməsi, bu da əvvəldə baş verib. Naçalnikin Qurbanəli bəyə atı dolandırmasını deməsi, bu da əvvəldə baş verir, ona atını göstərəndə. Qurbanəli bəyin Rumkada araq içmək istəməməsi, bu da əvvəldə baş verir. Deməli, 52. Hüseyn Cavidin ana əsərində hadisələrin baş vermə ardıcıllığını müəyyən edin. Deməli, Qampoladın öz Qampoladın öz intiqamını aldığını söyləməsi, Səlimin Səlma anadan muştuluq alması, Səlma ananın məktubu oxutmaq üçün qonşuya getməsi, Orxanın ürəyindən keçənləri İsmətə etiraf etməsi, Səlimin İsmətdən xəncər barədə soruşması. Deməli, birinci gəlir Orxanın ürəyindən keçənləri İsmətə deməsi. 4. Daha sonra e, Səlma ananın məktubu oxutmaq üçün e, deməli, birinci gəlirdi 4. Orxanın ürəyindən keçənləri İsmətə etiraf etməsi. Daha sonra Səlma ananın məktubu oxutmaq üçün qonşuya getməsi. Deməli, 3 gəldi. Daha sonra Səlimin İsmətdən xəncər barədə soruşması. 5 gəlir. Daha sonra Səlimin Səlmanla mutluluq alması. 2. Ən sonda da Qampoladın öz intiqamını aldığını deməsi. Deməli, 4, 3, 5, 2 A variantı. Cabbarlı və Səməd Vurğun haqqında ortaq fikir sayıla bilməyənləri müəyyən edin. Deməli, hər ikisi tarixi əsərlər müəllifidir. Bəli, Cabbarlıda Trablis müharibəsi Ədirnə fəthi, Səməd Vurğunda da Vaqif dramı tarixi əsərlər müəllifidir. Bu, deməli, bilməyənlər istədiyinə görə biri götürmür. 2. Hər ikisi hər üç vəzində əsərlər yazıb. Xeyr, Cabbarlı yalnız əruz vəznində yazıb. Ortaq götürülə bilməz, ona görə də götürürük. Hər ikisinin tərcümə əsərləri var. Deməli, bəli, hər ikisinin tərcümə əsərləri var. Səməd Vurğunun Puşkindən, Bayrondan, Cəfər Cabbarlının digər sənətkarlardan tərcümə əsərləri var. Deməli, ona görə də bu ortaq fikirdir, götürmürük. 4. Hər ikisi yaradıcılığa epik əsərlə başlayıb. Xeyr. Cabbarlı da Səməd Vurğun da səfərlərimizə lirik şeirlərlə başlayıblar yaradıcılığa. Bu da ortaq fikir sayıla bilməz. Götürürük ona görə. Hər ikisi, hər üç növdə əsər müəllifidir. Bəli, hər üç ədəbi növdə əsərlər yazıblar da ortaq fikirdir. Deməli, cavabımız olacaq 2 və 4. Mirzəlalın Açıq Kitab əsərindəki obrazlar barədə yanlış fikirləri müəyyən edin. Deməli, vahid inkişafa mane olan insanlarla mübarizədə şəxsi intiqam hissindən uzaqdır. Bəli, bu doğru fikirdir. Sadıq kişi mərdimazarlarla mübarizədən çəkinir. Xeyr, çəkinmir. Oğlunu alır yanına, gəlir Bakıya və məsələni həll eləməyə çalışır. Bu doğru fikirdir. Xeyr, yanlış fikirdir. Yanlış fikirdir. Mübarizədən çəkinməyib. Rübabə Gəldiyev savadsız olduğu üçün onun briqadasından
qalmaq istəmir. Bəli, Lvova özü savadlı bir gənc idi və Gəldiyev kimi savadsız birinin briqadasında qalmağı istəmir. Verdiyev həmişə Vahidin yanında olub, ona dəstək göstərib. Verdiyev və Gəldiyev burada mənfi obrazlardır. Ona görə də bu yanlış fikirdir. Vəzirbəyli bacarıqlı gənclərə laqeyd münasibət ilə seçilir. Vəzirbəyli burada müsbət obrazdır və Vahidə burada çox kömək dəyib. Ona görə də yanlışdır. Yenə də səhv işarələdim. Onu da deməli. Daha sonra Gəldiyev taxıl tədarükü müfəttiş işləyərkən xalqın malını dağıdırdı. Bu da doğru fikirdir. Deməli, e, yanlış fikirlər oldu. 2, 4, 2, 4 və 5. 2, 4, 5. 55. Deməli, Mirzə Ələkbər Sabirin əsərləri ilə bağlı müqayisə cədvəlinə əsasən uyğunsuzluğu müəyyən edin. Neylərdin ilahi? 1908-ci ildə Molla Nəsrəddin jurnalında çap olunub. Hər iki əsər, ikinci əsər də Molla Nəsrəddin jurnalında çap olunub, amma biri 1907-də, biri də 1908-də. Bu doğru fikirdir. Uyğun fikirdir. Neylərdin ilahi? Zülmə məruz qalan aşağı təbəqənin ağır vəziyyətindən söz açır. Bu deməli əkinçidə də var, neylərdin ilahidə də ortaya getməlidir. Ona görə də yanlışdır. Əruz vəzninin Həcəz bəhrində yazılmış əsərdə tərənnümə yer verilməmişdir. Hər iki əsərə aid fikirdir. Hər ikisi Əruz vəznində Həcəz bəhrində yazılıb və tərənnümə yer verilməyib. Ortaya getməlidir deyə yanlış olur burada. Əsər kəndli və bəy obrazının dialoq əsasında formalaşır. Bəli. Əkinçi əsəri kəndli və bəy obrazının dialoq əsasında formalaşır. Bu da doğru fikirdir. İnsan taleyinə laqeyd münasibət öz əksini tapmışdı. Hər ikisində var. Şairin ictimai ədalətsizliyə qarşı kəskin münasibətinin ifadəsidir. Bu da doğru fikirdir. Bizə lazım uyğunsuzluqlar, o da bir 2 də idi, bir də cavabımız 2 və 3 olur. Nümunədə işlənmiş bədii təsvir vasitələri nəzərə alaraq mətndəki rolu ilə bağlı doğru fikirləri müəyyən edin. Deməli, süzülür sel kimi yaşlar. 5B. O gözündən, bu gözündən. Səni hicran öpür hər gün, o üzündən, bu üzündən. Hicranın öpməyi də olur nə? Metafor. Deməli, bir varlığın hər hansı bir əlamətcə özündən daha qüvvətli bir əşyaya oxşadılması fikrin daha obrazlı ifadəsinə səbəb olmuşdur. Bu təşbeh, bənzətmə, oxşatma, bənzətmə. Fikrin təəssür gücünü artırmaq üçün sözlərin qrammatik ardıcılığı qəsdən pozulub. Bu inversiyadır, bədii ifadə vasitəsidir. Bizə bədii təsviri lazımdır. Müəyyən əşyanın əlamətinin digər əşyanın üzərinə köçürülməsi, bəli, metafordur. Bir-birinə zidd iki anlayışın qarşılaşdırılması hesabına fikir daha qabarıq və təsirli çatdırılmışdır. Bu da təzaddır və bədii təsvirə aid deyil. Fikri daha qüvvətli çatdırmaq üçün onu ifadə edən sözə başqa bir təyin edici söz əlavə edilib. Bu da epitet əlavənin tərifidir. Epitetə aid fikirdir. Epitet də bizim nümunəmizdə yoxdur. 5-də yanlış cavabımız olacaq. 1, 2, 1, 3. 1, 3. Deməli, Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Koroğlu eposu, Kitabi-Dədə Qorqud eposu. Şifahi şəkildə formalaşmış, 9-10-cu əsrlərdə yazıya alınmışdır. Deməli, bu aiddir Kitabi-Dədə Qorquda. A getdi 2-yə. Sonra, əsər dövrümüzə şifahi şəkildə gəlib çatıb. Bəli, Koroğlu eposu şifahi şəkildə gəlib çatıb. Əsas qəhrəmanlar aşağı təbəqənin nümayəndələridir. Bəli, Koroğlunun dəliləri, igidlər aşağı təbəqənin nümayəndələridir. Xalq içindən çıxan nüfuzsuz şəxslər idi. Daha sonra zülmkarlara qarşı mübarizə eposda əsas yer tutur hər ikisində. Yad ellərə, zülmkarlara qarşı mübarizə əsas məqsəd təşkil edir.
Əsərdə qəhrəmanlıq göstərən daha çox nüfuzlu şəxslərdir. Bəli, bu da Koroğlu nəşrinin olaraq Kitabi-Dədə Qorqudda nüfuzlu şəxslər idi. Əsas qəhrəmanlar. Deməli, yenə o bağ olaydı. 58-60-cı tapşırıqlar. Deməli, lirik qəhrəman. E, Lirik qəhrəman deməli burada e, nə etmək istəyir? E, Keçmişə dönmək istəyir, keçmişi xatırlayır, o günlərə, o dönəmlərə qayıtmaq istəyir. Daha sonra e, sevgilisini görmək istəyir, e, qələmə söz vermək istəyir. Yəni, bu kimi fikirləri yaza bilərik 58-ci suala cavab olaraq. 59. Nümunədə işlənmiş bədii təsvir və ifadə vasitələrini müəyyən edib cədvəli doldurun. Deməli, bədii təsvir ifadə vasitələrindən burada nələr var? Deməli, eee, arzuya bax sevgilim, tellərindən incəmi? Söylə ürəyincəmi? İkisi də bədii suala nümunədir. Daha sonra hmm, tellərin incəmi. Daha sonra deməli, ürkək baxışlar. Bəli, ürkək baxışlar burada olur epitet, epiteta aid nümunə var. Daha sonra inversiya aid nümunə çoxdur. Hmm. Arzuya bax sevgilim. Burada da inversiya aid bir nümunə verilib. Daha sonra 50, 60. Deməli, verilmiş nümunənin forma xüsusiyyətlərinə aid iki fikir yazın. Bəli, burada da yaza bilərik. Deməli, e, həyata əks etdirmə növünü yaza bilərik. Lirik növdədir, sərbəst vəzindədir, nəzmlə yazılmışdır. Bəli, bu kimi fikirləri yaza bilərik.